Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü sizinlə dərsimiz yerin geoloji inkişaf mərhələsi, yerin daxili qatları, süxurlar bunlarla bağlı olacaq. Yerin geoloji inkişaf mərhələsinə keçməmişdən öncə ilk öncə qeyd edək ki, yerin inkişafı iki mərhələdən keçir. Bunlardan birincisi planetar mərhələdir. Planetar mərhələdə məlum olduğu kimi sadəcə olaraq yerin hər bir planet kimi formalaşmasından söhbət gedir. Biz bilirik ki, yer bir planet kimi formalaşdıqdan sonra öz oxu ətrafında, Günəş ətrafında hərəkət etməyə başlamış və nəticədə ağır metallar və radioaktiv maddələr yerin mərkəzində toplaşaraq ilk öncə əmələ gətirmişdir nüvə qatını. Nüvə qatı yarandıqdan sonra daha yüngül, alüminium, silisium kimi daha yüngül maddələr nüvənin üzərində yerləşərək yerin ikinci bir təbəqəsi olan mantia təbəqəsini əmələ gətirir. Mantia təbəqəsi də yarandıqdan sonra kütləvi vulkanların baş verməsi və kütləvi vulkanların yavaş-yavaş soyunması nəticəsində yer səthində, yəni yerin digər bir qatı olan yer qabığı əmələ gəlir. Və bildiyimiz kimi ilk yaranan yer qabığı indiki kimi, yəni 3 qatdan ibarət deyildi. Əsasən bazaltdan ibarətdir. Yəni yalnız bazalt qatından ibarət olan yer qabığı əmələ gəlmişdir və daha sonra vulkandan çıxan qazlar yerin cazibə qüvvəsi nəticəsində yerin ətrafında birləşərək ilk əsasən karbondan ibarət olan hava qatı olan atmosfer qatını əmələ gətirmişdir. Daha sonra vulkanlardan ayrılan su buxarları artıq atmosfer formalaşdığı üçün buludları əmələ gətirmiş, kütləvi yağışların yağması nəticəsində yerin su təbəqəsi olan hidrosfer təbəqəsi yaranmışdır. Yəni hidrosfer dedikdə, yəni söhbət okeanlardan gedir və ilk yaranan okean da Pantalas olmuşdur. Pantalas olacaq ilk okean, Pangeya isə ilk quru. Artıq yer kürəsi yarandıqdan sonra, yəni bir planet kimi formalaşdıqdan sonra başlayır yerin geoloji inkişaf dövrü. Biz yerin geoloji inkişaf dövrünə diqqətlə baxsaq, ən böyük zaman tarixi eonlardır və yer yarandığı dövrdən iki böyük eondan keçmişdir. Bunlardan biri kriptozoy eonu, ikincisi isə fanerozoy eonudur. Kriptozoy dedikdə bura gizli həyat deməkdir. Gizli həyat, kriptozoy eonu gizli həyat. Fanerozoy isə aşkar həyat. Bəs bunlara niyə görə gizli və ya aşkar həyat deyirlər? Çünki kriptozoy eonunda yaranan canlıların onurğa sistemi olmadığı üçün süxurların tərkibində onların qalığına rast gəlmək olmur. Yəni bu dövrdə yaranan canlılar əsasən bakteriyalardır, göbələklərdir, onurğasız canlılardır deyə bu dövrdə yaranan canlıların, yəni süxurların tərkibində qalıqlarına rast gəlinmir. Ona görə biz bu dövrü, bu eonu adlandırırıq kriptozoy eonu. Fanerozoy eonunda isə, yəni onurğasızlarla yanaşı həm də artıq onurğalı canlılar əmələ gəlir deyə artıq biz bu dövrü, bu eonu adlandırırıq fanerozoy eonu. Kriptozoy eonu, ümumiyyətlə eonlar bölünür eralara, eralar isə bölünür dövrlərə. Deməli, kriptozoy eonu iki böyük eradan ibarətdir. Bunlardan biri arxey, ikincisi isə proterozoydur. Deməli, arxey və proterozoy hər hansı bir dövrə ayrılmır. Yəni bunların dövrləri yoxdur. Bəs gəlin görək arxey və proterozoy eralarında nələr baş vermişdir? Gördüyümüz kimi arxey erasında qədim qırışıqlıqların, güclü vulkanların baş vermə prosesi baş verir və canlılardan isə bakteriyalar, ibtidai tək hüceyrələr yaranır. Gördüyümüz kimi, yəni burada onurğasız canlılardır. Həmçinin proterozoy erasında da qədim qırışıqlıqlar davam edir və yosunlar, bakteriyalar inkişaf edir, tək-tək onurğasızlar əmələ gəlir. Gördüyümüz kimi, yəni bu dövrdə yaranan canlılar əsasən onurğasız canlılardır, bakteriyalardır, göbəlliklərdir və bu erada baş verən hadisələr əsasən qədim qırışıqlıqların baş verməsidir. Həmçinin
Həmçinin deməli bu dövrdə, yəni bu eralarda dəmir, polimetal, tikinti materiallarının yaranması, boksit, qrafit kimi təbii sərvətlərin formalaşması bu deməli eralara təsadüf edir. Fanerozoy eonu isə 3 böyük eraya bölünür. Bunlara Paleozoy erası, Mezozoy erası və Kainozoy erası aid ola bilər. Paleozoy erası da qədimdən zavana doğru getsək, Kembri, Ordovik, Silur, Devon, Daşkömür və Perim olmaqla deməli dövrlərə ayrılır. Paleozoy erasında əsas baş verən hadisələrdən biri biz deyirdik ki, ilk yaranan quru nə idi? Pangeya, düzdürmü? İlk yaranan quru parçasına biz deyirdik Pangeya. Paleozoy erasında baş verən ən əsas hadisələrdən biri Pangeyanın Lavrasiya və Gondwana kimi və yaxud da biz buna Gondwana da deyə bilərik, iki hissəyə parçalanmasıdır. Deməli, Paleozoy erasına qədər bir qrup parçası mövcuddur. Biz buna deyirdik Pangeya. Lakin artıq belə deyək, Paleozoy erasında Pangeya bölünür iki hissəyə. Deməli, biz Pangeyanı böləcəyik iki hissəyə. Pangeya. Biz Pangeyanı böləcəyik iki hissəyə. Lavrasiya və Gondwana. Deməli, Lavrasiya və Gondwana Pangeya iki hissəyə bölündü. Lavrasiya və Gondwana. Artıq əvvəl yalnız bir qrup parçası mövcuddirsə, artıq iki qrup parçası mövcuddur. Okeanlardan isə Pantalas okeanı, yəni bu dövrdə hələ parçalanmır. Sadəcə olaraq müəyyən qədər sahəsinin artması və azalması baş verir. Həmçinin Lavrasiya və Gondwananın, yəni bu qrup parçaların arasında Tets okeanı formalaşır. Tets okeanı. Canlılardan isə bu dövrdə artıq bitkilərdən iynəyarpaqlı, çılpaq toxumlar, ay döşəyinin yəni yaranması prosesi baş verir. Artıq canlılardan isə belə deyək, bu dövrdə onurğasız canlılar da hökm etsələr də, lakin artıq bu dövrdə onurğalı canlılar yaranmağa başlayır. Biz bu canlılardan balıqları, suda quruda yaşayan canlıları, sürünənləri də biz bura qeyd edə bilərik. Sürünənləri, quruda ilk bitkilərin, onurğasız canlılarının yaranmasını qeyd edə bilərik. Yəni, Paleozoy erasında artıq onurğasız canlılarla yanaşı, həm də onurğalı canlılardan balıqların, deməli, suda quruda yaşayanların əsas yaranması, həmçinin müəyyən qədər artıq ilkin sürünənlərin də yavaş-yavaş yaranması bu, deməli, erada baş vermişdir. Daha sonra biz Mezozoy erasına keçid eləsək, Mezozoy erasında artıq biz bayaq qeyd etmişdik, deməli, Lavrasiya və Gondwana. Artıq Lavrasiya indiki müasir materiklər olan, deməli, Lavrasiya indiki müasir materiklər olan Avrasiya və Şimali Amerika. Materiklərinə parçalanmışdır. Gondwana isə digər materiklər olan Afrika, Cənubi Amerika, deməli, Avstraliya, Antarktida materiklərinə parçalanmış. Hal-hazırda Avrasiya materikinin tərkibində olan Hindistan və Ərəbistan yarımadaları da, demək, Hindistan və Ərəbistan yarımadaları da vaxtı ikən Gondwananın tərkib hissəsi olmuşdur. Deməli, gördüyümüz kimi artıq Lavrasiya və Gondwanada Mezozoy erasında parçalanma baş verdi və müasir materiklərə parçalandı və bir daha qeyd edirəm, yəni hal-hazırda Ərəbistan və Hindistan yarımadaları Avrasiya materikinin tərkibində olsa da, onlar vaxtı ikən Gondwananın tərkib hissəsində olmuşlar. Ona görə bu ərazilər Lavrasiyaya, yəni Avrasiyaya
belə deyək, yəni yad qrup parçaları hesab olunur. Ona görə onlar əslində vaxtikən Gondvananın tərkib hissələri olmuşdur. Həmçinin bu dövrdə Pantalas bizim hal-hazırda Pantalas okeanı müasir okeanlara bölünmüşdür. Təbii ki, bu okeanlara biz Sakit okean, Atlantik okeanı, Hind okeanı, Şimal Buzlu okeanı nümunə göstərə bilərik ki, Pantalas artıq Mezozoy erasında müasir okeanlara bölünmüşdür. Həmçinin bu dövrdə bitkilərdən örtülü toxumlu bitkilərin yaranması, məməlilərin və quşların yaranması, yəni məməlilərin və quşların yaranması sırf Mezozoy erasına aid olur, yadda saxlayaq. Qədim sürünənlərin düzdür, əsası Paleozoy erasına qoyulub. Əsasən onlar Paleozoy erasında yaranıblar. Lakin deməli əsas hökm etməsi, əsas geniş yayılması Mezozoy erasında baş verib və dinozavrların da nəslinin kəsilməsi Mezozoy erasında baş verməsi güman edilir. Həmçinin biz bayaq Paleozoy erasında dedikdə burada təbii sərvətləri qeyd etmədik. Paleozoy erasında əsasən boksit, daş duz, daş kömür, neft, gips, fosforit, apatit, civə, dəmir, manqan, polimetal yataqları əsasən deməli Paleozoy erasında yaranmışdır. Neft, təbii qaz, yanar-şist, təbaşir, görürsünüz artıq canlılar yarandıqca üzvü mənşəli faydalı qazıntılar da deməli artıq Mezozoy erasında yaranmağa başlayır. Fosforit, bununla yanaşı daş duz, qızıl, qala, gümüş, qurğuşun bu kimi filiz faydalı qazıntılar da Mezozoy erasında əsasən formalaşmışdır. Digər bir era Kainozoy erasıdır. Kainozoy erası isə Paleogen, Neogen və Antropogen və yaxud da 4-cü dövr adlandırdığımız dövrlərə ayrılır. Deməli, Kainozoy erasında əsas baş verən hadisələrdən biri 4-cü dövr buzlaşması baş verməsi və bizim hal-hazırda, yəni gördüyümüz müasir relyef, yəni indiki dağlar, düzənliklər, müasir relyef əsasən Kainozoy erasında yaranmışdır və 4-cü dövr buzlaşması ən çox Avrasiya və Şimali Amerika materiklərinin şimal hissələrinə öz təsirini göstərmişdir və burada hal-hazırda da yəni buzlaq relyef formalarının biz müşahidə edə bilərik ki, bunlar da əsasən 4-cü dövr buzlaşması nəticəsində baş vermişdir. Və müasir cavan dağların yaranması, daha sonra geosinkronal ərazilərin əsasən formalaşması Kainozoy erasında baş vermişdir. Həmçinin biz demişdik ki, Lavrasiya və Gondvananın arasında Tetis okeanı mövcuddur, düzdürmü? Tetis okeanı demişdik və Tetis okeanı parçalanaraq indiki müasir dənizlər olan Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Aral dənizi, həmçinin Azov dənizi, Egey, Mərmərə, Liguriya, Tirren, Adriatik, Ionik kimi yəni dənizlərin indiki müasir dənizlər vaxtikən Tetis okeanının qalığı olmuşdur. Yəni Tetis okeanı parçalanan zaman Aralıq, Qara, Xəzər və Aral kimi dənizlərə bölünmüşdür. Həmçinin müasir landşaftların yaranması və bu dövrün əsas digər xüsusiyyətlərindən biri ilk insanların və insana bənzər meymunların əmələ gəlməsi də bu dövrdə baş vermişdir. Yəni Kainozoy erasında daha doğrusu baş vermişdir. Bu dövrdə yaranmış biz faydalı qazıntılara qızıl, platin, almaz, boksit, fosforit, kəhraba və s. kimi deməli təbii sərvətlərin yaranmasını biz burada qeyd edə bilərik. Biz yerin təbəqələrinə baxsaq, bildiyimiz kimi yer üst təbəqədən ibarətdir. Daxildə deməli nüvə, daha sonra onun üzərində mantia, mantiyanın üzərində isə yer qabığı yerləşir, düzdürmü? Deməli, bizim bu nüvə dediyimiz qat mərkəzi qat idi. Yəni yerin tam mərkəzində yerləşir və bayaq da qeyd etdik ki, ağır maddələr, radioaktiv maddələr, dəmir, nikel və digər radioaktiv maddələr nüvədə cəmləşmişdir. Həm də yerin cazibə qüvvəsi təbii ki, nüvə qatında əsasən formalaşır. Və nüvə qatı özü iki hissəyə bölünür. Baxın, daxili nüvə, deməli, daxili nüvə və xarici nüvə. Nüvədə, yəni temperatur alimlərin fikrincə həddən artıq çox yüksəkdir. Yəni burada temperatur təqribən 5000 dərəcəyə çatır. Lakin burada çox böyük, bu qatı çox böyük təzyiq altında olduğu üçün güman edilir ki, burada olan maddələr ərimiş halda olsa da kip formadadır. Çünki çox böyük təzyiq altındadır, belə deyək.
Və nüvə qatının üzərində ikinci bir qat olan bildiyimiz kimi mantia qatı yerləşir. Mantia qatı da özü iki hissədən ibarətdir. Alt mantia və üst mantia. Deməli, bildiyimiz kimi mantiyada təqribən qalınlığı 2900 kilometrə yaxındır və burada da temperatur 1000 dərəcədən 2500 dərəcəyə qədər dəyişə bilir. Deməli, üst mantiyanın yəni aşağı hissəsində astenosfer qatı yerləşir. Bu astenosfer qatında yəni üst mantiya olsun, astenosfer qatı olsun, burada əsasən maddələr nisbətən ərimiş haldadır və kipliyi nisbətən daha azdır. Ona görə də bu qatlarda deməli maddələr nisbətən kipliyi azalar. Yəni bunun tərkibində yəni bu qatlarda olan maddələr artıq nisbətən kipliyi azdır. Və ən nəhayət üst mantiya bitdikdən sonra ən üstdə olan qat isə təbii ki yer qabığı adlanır. Yer qabığı. Yer qabığının da qalınlığı təxminən 5-90 km arasında dəyişir. Demək, yer qabığının ən qalın olan hissəsi Himalay dağları, Hindukuş ərazisində bu ərazilərdə rast gəlinir. Deməli, yer qabığının ən aşağı qalınlığı isə Marian çökəkliyi və digər okeanların çökək ərazilərində olduğu güman edilir. Deməli, biz buradan digər bir məsələyə baxa bilərik. Bildiyimiz kimi yer qabığı iki cür ola bilər. Yer qabığı həm materik tipli, həmçinin okean tipli yer qabığı. Yadda saxlayaq ki, materik tipli yer qabığı əsasən 3 qatdan ibarətdir. Deməli, çökmə qat, qranit qat və bazalt qatı. Amma okean tipli yer qabığı isə deməli çökmə və bazalt qatlarından ibarətdir. Yəni gördüyümüz kimi okean tipli yer qabığında qranit qatı əmələ gələ bilmir. Və biz bayaq da qeyd etmişdik ki, yəni ilk yaranan yer qabığı yalnız bazaltdan ibarətdir. Və yenə deyirəm, bir şey unutmayaq ki, materik tipli yer qabığı çökmə, qranit və bazalt qatlarından, okean tipli yer qabığı isə yalnız və yalnız çökmə və bazalt qatlarından ibarətdir və yəni burada qranit qatı əmələ gələ bilmir. Deməli, üst mantiya plus yer qabığı. Bunlar ikisi birlikdə adlanır litosfer. Həmçinin biz bu yer qabığının, daha doğrusu yer kürəsinin qatları arasında müəyyən bir sərhədlərə rast gələ bilərik. Bu sərhədlərə biz Konrad sərhədi, daha sonra Moxo sərhədi və Benyov sərhədlərin aid edə bilərik. Deməli, Konrad sərhədi qranit və bazalt qatlar arasında yaranır. Deməli, Konrad sərhədi harada olacaq? Qranit və bazalt qatların arasında yerləşən sərhədə biz deyəcəyik Konrad sərhədi. Yer qabığı ilə, baxın, yer qabığı və üst mantiya. Bunların ikisinin arasında, baxın, bunların ikisinin arasında sərhədə biz deyəcəyik Moxo sərhədi. Demək, yer qabığı və üst mantiya və yer qabığı arasında olan sərhədə biz deyəcəyik Moxo sərhədi. Astenosfer, biz demişdik ki, üst mantiyanın aşağı hissəsinə biz astenosfer deyirdik. Astenosferlə, demək, üst mantiya ilə astenosfer, bu təbəqə arasında qalan sərhədə isə biz deyəcəyik Benyov sərhəddir. Deməli, bir daha qeyd edirəm, biz 3 sərhədlə burada tanış ola bilərdik. Birincisi Konrad sərhədi. Konrad sərhədi
deməli, qranit və bazalt qatları arasında yerləşirdi. Yəni, yer qabığının qranit və bazalt qatları arasında yerləşirdi. Moxo sərhədi yer qabığı və üst mantia arasında yerləşirdi. Benyov sərhədi isə üst mantia və astenosfer arasında yerləşəcəkdir. Həmçinin biz yer kürəsində yayılan süxurları 3 qrupa bölə bilərik. Maqmatik süxurlar, çökmə süxurlar və metamorfik süxurlar. Yer kürəsində ən geniş yayılmış süxur maqmatik süxurlardır və maqmatik süxurlar əsasən vulkan püskürmələri zamanı yer səthindən çıxan və yaxud da yerin daxilində qalıb bərkiyən maqmadan formalaşır və maqmatik süxurlar özü iki yerə bölünür. Effuziv və intruziv. Effuziv maqmatik süxurlar dedikdə bunlar əsasən daha doğrusu intruziv dedikdə bunlar əsasən yerin daxilində soyuyub qalan maqmadan əmələ gəlir. Məsaməsiz olur əsasən, ağır olur, bərk olur, su keçirməyən olur. Intruziv maqmatik süxurlara qranit, qabro və filizləri, yəni dəmir, nis, nikel və s. kimi biz filizləri aid edə bilərik. Effuziv isə əsasən səthə püskürmüş bazalt, tuf, pemza, vulkan külü, vulkan şüşəsi kimi deməli süxurları aid edə bilərik. Demək, bir daha qeyd edirəm. Maqmatik süxurları biz böldük iki yerə. Intruziv və effuziv. Intruziv maqmatik süxurlar əsasən yerin daxilində qalıb soymuş maqmadan yaranır. Deməli, bu süxurlar məsaməsiz olur, ağır olur, bərk olur, su keçirməyən olur. Bunlara əsasən aiddir qranit, qabro və filizlər. Effuzivə isə, yəni effuziv maqmatik süxurlar isə məsaməli olur, yumşaq olur, yüngül olur və su keçirən olur. Bunlara biz bazalt, tuf, pemza, vulkan külü, vulkan şüşəsi kimi deməli süxurları aid edə bilərik. Düzdür, burada bazalt digərlərinə nisbətən biraz bərkdir, su keçiriciliyi azdır. Amma buna baxmayaraq səthə püskürən vulkanik süxur olduğu üçün deməli bu da effuziv süxurlara aid ediləcəkdir. Və bir daha qeyd edirəm, maqmatik süxurlar yer kürəsində ən geniş yayılmış süxurlardır. Deməli, yer kürəsində yayılan digər süxurlara biz çökmə süxurları nümunə göstərə bilərik. Çökmə süxurlar özləri bir neçə qrupa bölünür. Üzvü mənşəli çökmə süxurlar və qeyri-üzvü mənşəli çökmə süxurlar. Üzvü mənşəli çökmə süxurlar əsasən bitki və heyvanların qalıqlarının çürünməsindən yaranır. Yəni, əsasən bitki və heyvan qalıqlarının çürüməsi bir yerə toplanmasından yaranır. Bunlara əsasən yanar faydalı biz qazıntıları, neft, qaz, torf, fosforit, kömür, yanarkist, həmçinin əhəng daşı və təbaşir aid edə bilərik. Bunlara aiddir üzvlərə. Qeyri-üzvü çökmə süxurları isə iki yerə bölünür. Kimyəvi və qırıntı. Kimyəvi, demək, qeyri-üzvü çökmə süxurlara aiddir. Kalium duzu, xörək duzu, gips, dolomit, mirgil və s. Qırıntıya isə aiddir. Bu, əsasən süxurların aşınması, dağılması nəticəsində yaranır. Qırıntı, deməli, çökmə süxurları. Bunlara çay daşı, qum daşı, qum, çınqıl, gil, lil aid ola bilər. Deməli, yer kürəsində yayılan digər süxurlara isə metamorfik süxurlara aiddir. Deməli, metamorfik süxurlar əslində maqmatik və çökmə süxurların yerin daxilində yüksək təzyiq və temperatur nəticəsində dəyişməsi nəticəsində yaranır. Məsələn, bunlara biz nümunə göstərə bilərik. Nəyi? Qranit. Qranit bilirik ki, vulkanik süxurdur. Lakin müəyyən bir yüksək temperatur və təzyiq şəraitində çevrilir metamorfik süxur olan qneysə. Əhəng daşı çökmə süxurdur. Lakin müəyyən temperatur və təzyiq şəraitində çevrilir mərmərə. Qum daşı çökmə süxurdur. Lakin müəyyən bir temperatur və təzyiq şəraitində çevrilir metamorfik süxur olan kvarsitə. Kristallik şist çevrilir fillitə. Qrafit çevrilir almaza. Əslində, deməli, daş kömür qrafitə çevrilir. Qrafit isə almaza çevrilir. Yəni, biz buradan başa düşə bilərik ki, almaz iki qat metamorfizləşmiş süxurdur. Çünki daş kömür qrafitə çevrilir. Qrafit özü də metamorfik süxurdur. Deməli, qrafit də almaza çevrilmiş olur. Həmçinin gil isə gilli şistə çevriləcəkdir. Bunlar isə olacaq metamorfik süxurlar. Biz həmçinin burada şəkildə də bunları görə bilərik. Görürsünüz, birinci gördüyümüz şəkil qum daşı,
İkincisi isə metamorfik suxur olan kvarsitdir. İkinci şəkildə əhəng daşı metamorfik suxur olan mərmərə çevrilir. Gil metamorfik suxur olan gilli şistə çevrilir. Qranit qneysə çevrilir. Bugünkü dərsimiz bu qədər. Diqqətinizə görə təşəkkür edirik.